Stalinin şəxsi göstərişi ilə Avropada nümayiş etdirilən və SSR kinematografiya tarixində SSR büdcəsinə ən çox qazanc gətirən Azərbaycan kinosu hansı idi? 1944-cü ildə Sovet ordusu Avropanı azad eləyə gedirdi faşistlərdən. Belə bir vəziyyətdə Avropada, Afrikada və Asiyada SSR-nin humanist obrazını yarada biləcək gözəl bir sənət əsərinə ehtiyac vardı. Və 1945-ci il, 45-46-cı illərdə bu obraza xidmət edəcək bir çox kinolar çəkilmişdi. Lakin Stalin yalnız bir kinonu, Azərbaycan kinosunu bəyənmişdi. 1945-ci ildə Azərbaycanda çəkilən bu kino 1945-46-cı illərdə Rusiya kinematografiyasının kino teatrlarında uğurla nümayiş etdirilmişdi və buna o zamanki dövrdə görünməmiş 16 milyon nəfər baxmışdı. Stalin özü bu kinoya 3 dəfə baxmış və kinonun bütün süjetini bəyənmiş, obrazları isə çox gözəl obrazlar olduğunu göstərmişdi. Və 1946-cı ildən dünya turuna çıxan bu kino dünyanın 140 ölkəsində göstərildi. 86 dilə tərcümə edildi və eyni zamanda SSR büdcəsinə 5 milyard rubl qazanc gətirmişdi ki, buna böyük bir metallurgiya zavodu tikmək olardı. Və bu kino arşın mal alan kinosu idi.